Tanışlar necəsi? Nə istəyirsiniz? Məni qoşmuruq, oxuyuruq. Aparıcı Zaur Baxşəliyev bizimlə sən verilişinin bağlanması ilə bağlı ilk dəfə açıqlama verib. O bu barədə Instagramda canlı yayın zamanı danışıb. İnşallah verilişimiz başlayacaq. Hər nə olursa xeyirlisi, Allaha qurban olum. Mən bütün hadisələri xoş qarşılayan insanam. Həyatımda həmişə nə baş verirsə şükür deyirəm. Darıxmısınız? İnşallah verilişi başlayacaq. Verilişlə bağlı başlayacaq. Allahın köməyi ilə inşallah. Hər nə olursa xeyirlisi, Allaha qurban olum. Müğənni Xatirə İslam ətrafındakilərin ona qarşı münasibətinin saxta olub-olmadığını asanlıqla hiss etdiyini bildirib. Sənətçi bu barədə İncəsər verilişində danışıb, o illər keçdikcə insanları daha yaxşı tanıdığını və səmimiyyətsiz münasibətləri dərhal hiss etdiyini bildirib. Məni sevən və sevməyən insanı yaxşı tanıyıram. Sevən insanın hər bir səhvi mənim üçün bal şəkərdir, amma məni istəməyən insanın səhvini qəlbimdə bağışlaya bilmirəm. Salam Allah salamıdır. Verə də bilərəm, ala da bilərəm, lakin bu qəlbimin dərinliyindən gəlmir. Məclisdə qucaqlayıb öpsən də, nə qədər sən mənim canımsan desən də, gözəl sözlərlə məni bəzəsən də, içimdə bilirəm ki, məni sevmirsən. O insanı necə sevə bilərəm? Necə ki, qarşı tərəf yalandan salam verir, mən də salamını yalandan alıram. 15-20 yaşım olanda bunları unudurdum, amma indi elə deyil. Qızım yüksək bal toplayıb liseyə qəbul oldu. Bizi qürurlandırdı. Onun çəkdiyi zəhmət əvvəlcə özünü, sonra isə bizi sevindirdi. Bizim üzərimizə o qədər də yük düşmürdü. Əsas söz gücüdür. Bu sözləri müğənni İradə İbrahimova ASTV-də qonaq olarkən deyib. Qızı İpəkdən danışan sənətçinin onun yüksək balla liseyə qəbul olduğunu bildirib. Əlbəttə, hamımızın müəyyən əməyi var. Amma tək başına oturub çalışan yenə də uşaqlarımızdır. Onların ətrafında xaos yaşanır. Sosial şəbəkələr, qısa videolar diqqət dağıdır. Bunlara baxmayaraq öz yollarını, gələcəklərini düşünürlərsə halaldır. Hamısının yolu açıq olsun. Qeyd eləyək ki, Ceyhun Nizər adlı bəylə ailə quran İradə İbrahimovanın 2 övladı var. Avroviziya təmsilçilərimizdən olan Səfura Əliyeva oğlu İskəndərin ad günündən fotolar paylaşıb. İstanbulda yaşayan müğənni məkanlardan birində oğluna məclis eləyib. Şəkildə ifaçının digər oğlu Natiq və qızı Ayşə də yer alıb. Qeyd eləyək ki, Səfura mərhum energetika nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var.